Siz. Azərbaycanın ən savadlı qadını, 47 universitet bitirmiş adamın danışığına baxın. Mənim oğlum olsa, mən onun atası olmayan bir qızı ala bilmərəm. Çünki mən elə ailəmdən, doğulduğum ailədə görmüşəm ki, evin kişisi kişi olmalıdır. Bəli, səhv eşitmədiniz. Aparıcı Nigar Fərhad deyir ki, mən atasız qız almaram. Bütün atasız xanımlarımızı təbrik edirəm. Sizin heç vaxt belə bir qaynananız olmayacaq. Canınız qurtuldu, rahat nəfəs ala bilərsiniz. Adam biixtiyar əsəbləşir bu hadisəyə. Bu Harvardda başa salmaq lazımdır ki, biz son 30 ildə 2 müharibə görmüşük. Və bu ölkədə saysız hesabsız atasız şəhid övladı var. Biz 11 milyonluq xalqıq. Bu adamla həmfikir ikinci adam tapa bilməzsiniz. Yox, bu nə məntiqsiz düşüncədir. Atasız qız almazmış. Elə qızlar da düzülüb bir sıra ki, sən onun qapısına elçi düşəsən. Bu söhbətdən sonra heç bir ata sənə qızını verməz. Yox, Azərbaycan efirində bu biabırçılıqlar nə vaxt bitəcək? Bu söhbətin timsalında neçə mənasız veriliş insanları zəhərləyir. Bir dənə millətin xeyrinə yaxşı iş görməzlər. Bir problemə çarə olmazlar. Ancaq boşanma davaları, nə bilim, mahnı müəllifinin davası ya da ölən məşhurun bitməyən mübahisəli söhbətləri. Bir yandan da bu Harvard özünü hamıdan ağıllı sayır. Bunun məntiqi ilə bir qızın atası yoxdursa, ailə qurmamalıdır. Bu deyəsən Harvardda bağlatdırıb tək oxuyub. Çünki bir bəşər övladı çıxıb demir ki, bu bizlə bir yerdə idi. Vallahi bu görüntüləri göndərmək lazımdır Harvarda. Demək lazımdır ki, bu sizin tələbənizdirsə, sahib çıxın. Yox deyilsə, bilin ki, sizin adınızı verib elmə naməlum olmayan söhbətlər eləyir. Bəlkə haqqına giririk. Harvard belə şeylər öyrədir. Məsələn, qardaşı olmayan oğlanı mühafizəyə götürmürlər. Anası olmayan qız restoranda işləyə bilməz. Dayısı olmayan kişi hücumçu oynamamalıdır. Bəlkə belə terminlər var, biz bilmirik. Bizim bu aparıcımız da yüksək level təhsilin qurbanı olub. İndi başa düşürsünüz də niyə peşmanam televizora baxdığıma.